etmek istedik. Bebeğin hakkındandır ki bizim üzerimizde onun için bereket arzulayaq. Ve bereket duaları çoktur. Arasında en hayırlı olan Allah Nebisi sallallahu aleyhi ve ala alihi ve sellemin ümmetine öz hazinesinde miras bıraktığı olandır. Barakallahu lek ve baraka aleyk ve cema'a beynekuma fi hayrin. Amin. İbrahim İbni Edhem rahimahullah alim minel ulema, ümmetin Rabbani muhakkik amil emel eden alimlerinden biri. Onun yanına bir genç gelir ve der ki ya imam, günahlarım çoktur, bütün günahları ettim ve günahlar köksümü daraldı, kalbimi qaraldı ve tövbe edebilmirəm. Mənə bir vaz ver, mənə bir nəsihət et ki tövbe edeyim, Allah'a qaydım. Bakın görün imamlar ne diyor. Qal, ey evladım, İllah ki Allah'a asi olmak istediğin zaman, günah eləmək istəyirsənsə, et günahı. Ancaq 5 şart ilə. Gənc təəccüblənir. Nədir bu? Deyir 5 dənə şərt. 5 dənə şərt eləyəndən sonra asilikdə günah etməkdə ediyordur. Həd, gətir onları imam, say. Deyir birinci şərt. Evladım, İllah ki Allah'a asi olmaq istəsən, günah etmək istəsən, günahı onun xəlq etdiyi toprağının üzərində eləmə. Deyir, rahimakallah ya imam, məyər topraq hamısı Allah'ın değil mi? Yeryüzü onun mülkü değil mi? Lehu mulkus semavati vel ardı ve ma beynehuma deyir Rabbim Celle Celaluhu. Necə o toprağın üzərində eləməyim, bəs harda? Eləysə deyir, evladım, əmə təstəhli minallah. Allah'tan heç mi həya etmədin? Onun toprağının üzərində yaşayırsan və onun üzərində Allah'a asi olursan, günah edirsən. İkinci şart. Evladım, İllah ki Allah'a asi olmaq istədiyin zaman ki günah etmək istəyirsən, et günahı. Ancaq bu 5 şart. İkinci şart, onun ruzusundan yemeden günah et. Rahimakallah ya imam, Allah sana merhamet etsin şeyh. Meğer Allah'tan başka ruzu veren de var mı? Su ondan, nefes ondan, gıda ondan, ışık ondan, hayat ondan, bütün ruzular ondandır. Allahu lezî halakakum, thumma razakakum, thumma yumitukum, thumma yuhyikum. Hel min şurakâikum men yef'alu min zâlikum min şey? Subhanahu ve Teala amma yüşrikun buyur Rabbim Celle Celaluhu kitabında. Allah ki, o Allah ki sizi halk etti, sizin ruzularınızı o verdi, sonra o sizi öldürecektir ve sonra mutlak ki sizi dirilecektir. Deyin ki Allah'a şerik koştuklarınız arasında hansı biri bunu etmiştir? Sübhane, münezzehtir, paktır, müqəddəsdir, uzaktır bütün nöqsan sifətlərdən. Teala ucadır, amma yüşrikun, ona şerik koştuklarınızdan. Ya imam, növbəti şərti de. Deməli birinci şərt nə idi, kim deyər?
Elə yerdə eləməsin inşallah. Elə yerdə günah elə ki, onun torpağının üzərində olmasın. İkinci şərt nə idi ki, deyər? Onun ruzusundan yemeden elə. Bacarsan bunu? Yaxşı, iman üçüncü şərti bilən. Üçüncü şərt, ya buney, İzə arat ən tə'asiyəllah, fə'asihi, və ləkin fi məkənin la yarak. Övladım, Allah'a asi olmak istediğin zaman, illah ki günah eləmək istediğin zaman, et günahı. Ancak onun görmediği yerde. Rahimakallah ya imam. Allah sana merhamet eylesin ya imam. Allah'ın da gizli kalacak ona. Görmediği yer var mı? O Allah Celle Celaluhu zulmet karanlıkta, kara taşın üzerinde, kara karışkanın kara izlerini görür. Subhanallah. Gel teemmül edeyik. Bir neçə gün bundan qabaq 2014-cü ilin 2015-ci ilə miladi Andrey, Katolik, Protestant, Praraslav kilise təqvimi ilə keçən gecəsində qeyri-müsəlmanlar bayramında saat 12 radələrində Müslüman xalqı nə çox asi oldu. Saat 12'də şarap badeləri yukarı yükseldi. Şarap badeləri saat 12'də kütləvi asilik oldu. Subhanallah. Vəziyyət elə yerə çatıb ki, az qalıb xristiyanlar bizə oxşamamaktan ötürü bu bayramdan imtina eləmək istəyirlər. Bayramlarını da onların əlindən almışıq. Vodka bayramı. Saxta baba, şaxta yox, saxta. Yəni, qondarma. Gəlin şaxta baba ilə biraz tanışılar, sonra rivayətimize qaydanır. St. Nicholas adında keşişdi bunun əsliyə. Santa Claus deyil. Miladın 300-cü ilində bu keşiş Meryem oğlu Mesih'in dinini təhrif edir. İnsanlar tövhid üzerinde olduğu hal Peygamberimiz sallallahu aleyhi ve sellem gelmemişten önce insanları üç ilahlık ekidesine icbar edir. Nicholas, Santa Nicholas, sonradan Santa Claus oldu. Hemen bu keşiş Avrupa'da çok nüfuzlu kilise sahibi olur. Hakimiyette olan ve sözü keçerli. Keşişler Meclisi kararında bu etikada zid olan her bir Hristiyanın eylem olma kararını imza atan hemen bu saxta baba. Şahta yok. Can yok. Hardasan bu vaxta can yok. Keşiş. Ayıl Müslümanlar, keşiş. Yani İslam gelmemişten önce bu insan Allah-u Teala'nın önce gönderdiği emanetini yenemişti, tehrif etmişti. Ona kimi Meryem oğlunun şeriatı tövhid üzerindeydi. Üç ilahlığa insanları ithal edir. Bu etikada zid gelen herkese idam kararını imzalıyor. Tebliğat kampanyası Roma'nın bahçelerinde başlıyor. Uşaqlar öz patinkalarını, ayakkabılarını yolka ağaclarının altında çölde koyup bahçeye yan girecek. Qaydanda ağacın altındaki olan ayakkabıların içinde şirniyatlar ve meyve tapacaklar. Uşaqlar soruşanda bunlar hardandı? Cevap Santa Claus Allah'ın oğlundan hediye size getirip cennetten diyecek onlara. Bəli, İslam dünyası günə belə bir bayramı bağrına basıp öz doğma bayramı kimi geçirir. Allah'ın önce lənətinə gelmiş
və ilk şəriəti bizdən qabaq ki, Məryəm oğlu Məsihinin şəriətini təhrif eləmiş bir Santa Nikolaus'un bayramını keçirir. Və sonra bu insan neyinirdi? Bu insan yeni il gecəsində özləri ixtilaf edirlər. Bu məsələdən bir qismi Məryəm oğlu İsa 25-də dekabrın, digər qismi də yanvarın əvvəlində. Özləri bir ixtilaf edirlər. Əl-Xulasa. Bax gör. Subhanallah. Saat 12 radələrində 5 minut. Kurçinka oxuyacaq sənin üçün. Rus dünyasının SSR'nin ən pozğun aktrisası səni yeni il bayramı gecəsiyle təbrik edəcəkdir. Əlində şampan badəsi. 5 minut. Nəyə 5 minut qalır? Əcələ. Əcələ 5 dəqiqə qalırsın. Badələr qalır. Kütləvi şəkildə insanlar hadisi olurlar. Neyse, qayıdaq rivayətimizə. Deyir ki, evladım, illah ki Allaha asi olmaq istəsən, bu 5 şərt ilə. Kim xatırladı şərtləri? Birinci şərt neydi? Allah'ın mülkünde olması. Birinci, Allah-u Teala'nın torpağın üzərində olması. İkinci, Allah'ın ruzusuyla olması. Üçüncü de nedir? Allah'ın gördüğü yerde olması. Allah'ın ruzusuyla asilik. Subhanallah. Kemal Məlim çok güzel misal getirdi. Xəstəxanada borulara ve cihazlara bağlanmış xəstəlik misalını elbirə getirmədi. İnsanlar var ki, az qalıb her bir organı bir cihaza bağlıdır. Sərbəst, özü idarə olunmur. Her bir organı. Şaronun 8 il komada kalması size ibret olmadı mı? Bütün organlar cihaza bağlıdır. Yaxşı ki onlarda işi söndüreyim. Generatora koşmuşlar. Bir insanın ki hayatını generatora etibar edəsən, o generatorda birden növdü talar. La havle ve la kuvvete illa billah. Aziz qonaqlar, biraz keskin olmama göre özürlü bilin. İnşallah ikinci söhbətimdə söz verirəm, sizi sevindirəcəm. Biraz şirin ve məzəli söhbətlərə geçəcəm. Əvvəlcə balta, sonra da kərəyə. Yaxşı, kusura bakmayın. Üçüncü şərt nədir? Dedi ki, Allah'ın gördüğü yerde asi olma. Bir imam 4. şərti gətirsin. Uşaq günah eləmək istəyir, cavandır, gəncdir, kaşif. Şəhvət, tamah, hissiyat, ehtiras, ilə axır. Deyir, övladım, illah ki Allah'a asi olmaq istəyirsənsə, bu 5 şərtlə. 4. şərt, əcəl sənə gələndə, de ki ona, dur. Qoy mən nasuh tövbə eləyim, dəstəmaz alıb 2 rəkət namaz qılım, dinimi təmizləyim, təzəliyim, sonra gəl. Dedi ki, rahimakallah ya imam, əcəl gələndə la yəstəxirunə səətən və la yəstəqdimun. Bir saatine geri, nə də önə heç kim onu çəkə bilməz. Axı, bunu kim edə bilər? 5. şərti gətir. 5. şərt, övladım, əgər Allah'a asi olmaq istəyirsənsə, ol asi. Ancaq bu 5 şərtlə. 5. şərti də dinlə. Qiyamət günü həşr olduğun gün, cəhənnəm zabaniyələri, mələkləri sənə cəhənnəmə sürükləyəndə itələ onları. Və nə neyinirsiniz? Mən öz xoşumla cənnətə getmək istəyirəm və get. Ya imam, rahimakallah, bunu kim bacara bilər? Heç kəs. İmam, sən neynədin?
sən məni islah elədin və mən tövbəmə elan edirəm. Yəni tövbə edirsən. Allah'ın Subhanahu Teala bize tövbe edenlerden ölmemişten önce hüsnel hatime nasip et. Ya Rabbil Alemin. Allah Subhanahu Teala eşitlik faydalardan etsin. Dinleyek, düşünek, teamül edek, faydalar götürek, hasilə. İndi de sözü verilen bəyimizin əzizlerine, qohumlarına, əqrabalarına, boy onlarla öz xeyir dualarını